1945-ci ildə Berlin alındıqdan sonra Hitlerin kabinetində olmuş Azərbaycanlı döyüşçü Qırmızı Ulduz ordenli Mir Məhəmməd Əliyev cəbhəyə tapşırıq dalınca gedəndə kanalın üstündəki körpünün yaxınlığında inək və qoca qadın vardı. Qadının paltarları cırıq-cırıq, yamaqlı idi. Soruşdum ki, nənə, paltarın niyə yamaqlıdır? Cavab verdi ki, 4 oğlum cəbhədədir. Üçündən məktub gəlmir. Əgər bu inək olmasa, acından ölərəm. Cibimdən 80 rubu çıxarıb verdim ona ki, paltar, çörək alsın. Az sonra başımızın üstündə 2 düşmən qırıcısı göründü. Tez özümüzü xəndəyə atıb gizləndik. Qırıcılardan biri başımızın üstündən keçib körpünü bombaladı. Bombalardan birini düz körpünün üstünə atdılar. Əgər qocaya yaxınlaşıb söhbət etməsəydik, ona kömək etməsəydik, qırıcılar gələn vaxt körpü ilə birlikdə parça-parça olacaqdı. Əraziyə baxanda gördük ki, qoca da, inək də yoxa çıxıb. Biraz qabağa gedəndə gördük ki, bombalardan biri nənəni də, inəyi də göyə uçurub. Əlimizi göyə qaldırıb Allaha şükür etdik. Döyüşlərdə yaralanan Mir Məhəmməd Əliyev sonralar cəbhədə tibb işçisi kimi fəaliyyət göstərib və yüzlərlə yaralı Azərbaycanlı döyüşçünü ölümdən xilas edib.